Görəsən içimizdə nə qədər həqiqi əli aşıqı var. Görən içimizdə nə qədər əlinin amalını yaşadan var. Görən içimizdə nə qədər əlinin amalı ilə maviyyətlərə düşmançılıq eləyən var. Görən birdən maviyə ortalığa çıxsa, bir gün ki çıxacaq. Zamanın hamısında, bütün zamanlarda mənfi cəryanlar, müsbət cəryanlar olub. İndi bir gün Dəccal çıxdı ortalığa, mərifə olundu, şəxsən tanıdıq ki, Dəccal bu təşkilatdır. Görən kim Hüseyin olub gedib, balaların, canın, malın, hər şeyin o yolda qurban verəcək. Eşq, gözəli sevmək deyil. Eşq, sevdiği gözəl görməkdir. Aşık, sevdiğin gözəl görür. Əlini sevmək dillə izhar olunmaz. Əlinin aşığı Meysən Təmmar idi. Allah ondan razı olsun. İbn Ziyadın sarayında, İbn Ziyadın qabağında tək tənha durdu, lay divar kimi. Əli aşığı olduğunu göstərdi. Biz o qədər zaman gözləmə mövqeyində dururuq ki, biz zaman o qədər nahaqqı haqqa qurban eləmişik ki, haqqı nahaqqa qurban eləmişik ki, haqq olana cürətini çatıb haqq olduğunu deyə bilmirik. Mən dedikdə siz özünüzdə, qəlbinizdə, vicdanınızla, öz aranızda mühasibə eləyin də. Lazım olan şeyləri lazım olan anında deyə bilmirik ki, aşık olmaq kemalatın ən zirvəsində yer almaq deməkdir. Aşık olmaq Əlidə, Hüseyində, Əhl-i Əleyhisselamda fənaya getmək deməkdir. Aşık olmaq Allahda fənaya getmək deməklidir. Onlar Allahın yüzündə sifəti baxımından təzəllasıdır. Əzizlərim, mən deyəcəyim budur ki, bu iş 1 saatın, 2 saatın, 3 saatın işidir. Allah bizə bunu nimət verir. Allah bizə yol göstərən buyurlara Allah. Qədir Qum hadisəsi bir mayaqdır. Onu görüb həqiqətə doğru getməkliyimizdir. Əgər bugün bunları düzgün qiymətləndirə bilməsək, Allah'a and olsun ahirətdə nicatımız yoxdur. Biz bugün imtihanda yox. Allah'ın güzel bir ayeti var. Bismillahirrahmanirrahim. Em hasubtu men tadkhuluz cennete felemme ya'tikum mesalullezine halav min qablikum. Sadaqallahul aliyyul azim. Siz elə hesab edirsiniz ki, sizdən öncəkiləri imtihan elədiyim kimi onların başına gələnlər sizin başınıza gəlmədən cənnətə gedəcəksiniz. Kərbəlaya. Elə əlin cübündə lülədən tikədən yiyə-yiyə, umudların məclisində oturub danışa-danışa cənnətə gedəcəksən, belə şey yoxdur. Allah deyil, qoymaram mən cənnətim, sən saxta malı bazarda satarsan. Allah saxta mal almaz. Allah xalis mal istəyir. Nə qədər gizlənəsən Allah atacaq. Nə qədər yanlış düşüncələrə gedəcəksən Allah atacaq. Nə qədər batıl düşüncələrin dalında olacaqsan Allah atacaq. Ola bilir ki, canının qorxusu, malının qorxusu, balığın qorxusu, tutduğun mövqeyinin qorxusu, kresponun qorxusu, bu qorxular onlardan çox aşağıdır. Zirvədir. Zirvəyə qalxmaq üçün gərək nəyinlərsə keçəsən, keçməsən zirvədə səy qəbul edəməzlər. O baxımdan əzizlərim, Qədir Quma pis gözlər olacaq. Bu subyektiv baxışlardır. Amma obyekt dəyişməz. Obyekt sabitdir. Qədir Qum, Əli əleyhissalam Peyğəmbərin göndərişi və Peyğəmbərin Əliyə o təbliğ ayəsində ki, dediği sözlər Allah'ın əmridir Peyğəmbərə. Allah seçib Əlini o məqama. Necə Kəbəni Allah seçib, Əlini də bu məqama Allah seçib. Əzizlərim, mən sizin bir əmiz, məndən böyüklərin bir övladı, laf balacaların babası, hər nə cür qəbul edə görür. Amma həqiqət bir dənədir.
onun libasını giyinib çox şeyləri göstərmək olar. Amma həqiqət torpaq, palçıq altına düşmüş qızıl kimidir. 100 illərdən sonra yağış o yuvada qızıl-qızıllığını göstərəcək. Dünyaya görə, dünya həyatına görə Allah'ın həqiqət yolundan yanlış yollara gitmək yanlış. Və düşmənin də istədi ki bu. Və bugün dünyada Avropanın dünya dövlətlərinə inteqrasiyası, dövlətlərin Avropaya, Amerikaya inteqrasiyası, əzizlərim, Həzrət Məhdi əleyhissalamın quracağı vahid Allahümmə salli əla Muhammedun və ali Muhammed Həzrəti İmam-ı Zaman ağamızın quracağı vahid dövlət, vahid ilahi cəmiyyətə alternativ, adekvat olaraq işlənilən bir məsələdir. Bu məsələ adi bir şey deyil. Qərbin mədəniyyəti mənə niyə verirlər ki? Amerikanın mədəniyyəti mənə niyə verirlər ki? Özdə ucuzuna. 30 il, 40 il bundan qabaqki kişilərin hansı birisinə desəydin ki, qolunda, qısında nakolkalı, şortikli bir müsəlman imişli əhli gəlib bazara girəcək, o kişilər inanmazdı. Bugün bazarımızda şortiklə, qolu qısı nakolkalı bizim balalarımız bazara gəlirlər. Onlara bir deyən də yox ki, bala bu halda bazara gəlməyəsə. Bəli, çünki bizim qəbul elədiyimiz dünyavi qanunlar artıq onun altından qol çəkmişik. Sənə, mənə ixtiyar vermir ki, ona deyəsən, o gidib şikayət edir və səni tutub atacaqlar içəri. Çünki sənin, mənim etiraz eləməyimiz o zaman idi ki, o qanun qəbul olunanda tələbimiz olmalı idi ki, bu qanun olmasın. Necə ki, o eyni cüzlərin, həmcüzlərin bizdə Azərbaycanda Milli Məclisdə məsələsi qoyulmuşdu. O vaxtı axsaqqallar Türklər üstünə Türkiyədə kimi qəbul olunmadı. Yoxsa Türkiyədə konvensiya qəbul olunur. İndi bugün Türkiyədə 3000 gey var. Üzr istəyirəm ifadəmə görə. 3000 ilə rəsmi təması var. Hamının gözü qabağında. O konvensiyanın hesabı nə oldu? Türkiyədə gətirdilər, İstanbulda konvensiya qəbul olundu. Biz də konvensiya qol çəkmişik, amma BMT-dəki konvensiyası o əvvəl olub. Buna icazə vermir. Əzizlərim, Əlinin şiyyəsi dinə xəyanət eyləməz. Əlinin şiyyəsi dinə xəyanət eyləməz. Hami şeytan olub, zülm-i cinayət eyləməz. Gün kimi roşəndir, Əli namaz üstə öldü. Həqqi Əlidə olan tərk ibadət eyləməz. Əlinin şiyyəsi dinə xəyanət eyləməz. Əgər şiyyədirsə, dinə, Allahın dininə xəyanət eləməz. Dünyanı o yığıb verəsən, əgər əlinin şiyyədirsə. Hami şeytan olub zülmü cinayət eyləməz. Gün kimi roşəndir. Gün kimi aydındır, Əli namaz üstə öldü. Xətti Əlidə olan tərki ibadət eyləməz. Sün, Qur'an, din yolunda bağlandı Zeynəb qolları. Mətləbi dərk edən olsa, vallah, ədavət eyləməz. Fatimə reyhanəsi oldu şəhadət aşiqi. Fatimə reyhanəsi oldu şəhadət aşiqi. Əzizlərim, ağalar, inqilabı olmayan fikri şəhadət eyləməz. İnqilabı olmayan fikri şəhadət eyləməz. Allah bu əziz günümüzü hamımızın mübarək eləsin. Allah sizlərə, bizlərə, Əhl-i Beyt aşiqlərinə, Əhl-i Beyt sevənlərə, Əhl-i Beytin həqqaniyyət yolunda bizə həqiqi bir yol nəsib eləsin. O yoldan bizi ayıran bütün ünsürləri, o bizim balamız da ola bilər, o bizim evimiz də ola bilər, o bizim malımız da ola bilər, o bizim mülkümüz də ola bilər. Allah onlardan bizi, o fitnədən bizə nicat versin. Allah öz Allahlığına xatir qiyamətin günündə Həzrəti Peyğəmbərin məhsərində Həzrəti Əmir əleyhissalamın üzünə baxacaq qədər bizə qabiliyyət versin. Onun şiyyəsi olduğumuzu,
onun vilayətinin davamçısı olduğumuzu, onun yolunda yaşayıb, onun yolunda əziyyət çəkdiyimizi deyə biləcək qədər bizə lütf və kəramət eləsin inşallah. Allah özü Allahlığına xatir dünyadan güsən şəhidlərimizi, onlar ki 44 günlük müharibədə heç biri bizim nəzərimizdə olmayan şəxsiyyətlər idi. Biz namazın qabaq sıralarındaydık, onların çoxsu namaz qılmıyırdı. Onlar bizdən qabağa düşdü, Allah yolunda şəhadət şərbəni içməyə ləbbə işlədilər. Allah bu şəhidlərimizi Həzrəti İmam Hüseyin əleyhissalam ilə məşhur eləsin. Xəstə qazilərimiz var, imkansız qazilərimiz var. Bu dəqiqə çox çətin bir zamandır. O xəstə qazilərimizə Allah səbir versin. O xəstə qazilərimizə Allah dözüm versin. O xəstə qazilərimizə bu yolda, həqiqət yolunda haqqı tapıb, həqiqətin qarşısından getməkdə köməklik eləsin. Allah Taala cəmiyyətimizə, cəmaatımıza, bu insanlara İmam Hüseynin, Həzrət Əmir əleyhissalamın, Əhl-i Beytin, Peyğəmbər xanedanının lütfu oldu, 3000 şəhidimiz oldu. Yoxsa millətlər arasında başımız aşağı olardı. Ümmət arasında başımız aşağı olardı. Bir millətin, torpağın, elin, obasını müdafiə edən insanı yoxdur deyə. Onlar elədilər bu işi. O məsuliyyəti onlar götürdülər boyunlarına. Allah onları qəriq-i rəhmət qərar versin. Allah valideynlərimizi, ustadlarımızı, bizə söz qoyub gedənləri, nahaqdan zindanda olanların hamısını Allah özü Allahlığına xatir qapıların açsın, onlara yardım eləsin. Nə qədər bazı qardaşlarımız var, istəyər Yəməndə, istəyər Əfqanistanda, istəyər Suriyada, hər yerdə Əhl-i Beyt sevənlər var ki, əziyyət çəkirlər. Allah o məzlumiyyətdən onların tutarması üçün köməklik eləsin. Allah özü Allahlığına qadir bizim bu Azərbaycan xalqına, Azərbaycan millətinə, Azərbaycan Əhl-i Beyti sevənlərinə xüsusi nurani bir yol açsın inşallah. Allah özü Allahlığına bizim vəhdətimizi, əlimizdən alan xüsusiyyətləri özü özlüyümüzdə islah olunmasında Allah özü qərar versin. Və biri-birimizə zahirən öpüşüb görüşən yox, qəlbən biri-birimizdən birkə olub, onun haqqını tanıyan, onun haqqını qoruyan, onun müsəlmanlıq haqqın yolunda çalışanlardan hamımızı qərar versin inşallah. Allah Taala özü Allahlığına xatir umudvar qardaşımıza niyyəti nədir? Mən bilmərəm. Allah bilir, özü bilir. Allah Taala bu yolda onun, bu tutduğu bu yolda onun səhvləri nədirsə islah olunmasında köməklik eləsin. Düzləri nədirsə düzlərinə Allah Taala öz ixlası artırsın və inşallah burada oturan nə qədər qardaşlarımız var, bütün seyidlərimizlə, bütün avamlarımızla, hamılıqla bahəm əlimizdə olan vəhdətimizi, əlimizdə olan birliyimizi, əlimizdə olan nəyimiz varsa Allahın rızayəti var onda, Allah onların hamısını faizən qılsın inşallah. Allah hamımızdan razı olsun, Allah köməkiniz olsun, Allah sizə Qədir-Xum hadisəsindən çoxlu bərəkətlər lütf eləsin inşallah. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu və bil-Fatihə mə'as.